Öncəki videolarda biz artıq 2 dənə mapping texnikasını keçmişdik, metodunu keçmişdik. Biri full associative mapping, digəri isə direct mapping idi. Və dedik ki, bunların da hər birinin özlüyündən mənfi və müsbət cəhətləri var. Bu videoda isə biz set associative mappingi keçəcəyik və bu set associative mappingdə bundan öncəki 2 mapping metodu var idi. Onların arasında bir balans qurmağa çalışıb. Yəni hər ikisinin müsbət tərəflərini götürüb və mənfi tərəflərini də minimuma endirməyə çalışıb. Gəlin qısaca full associative mapping və direct mappingi başa düşək. Sonra bu set associative mapping necə balansı saxlayır ona baxaq. Full associative mappingdə nə demişdik biz? Hər bir yəni istənilən blok istənilən cache line-da yerləşdirə bilərdi. Sıfırı həm sıfırda, həm birdə, həm ikidə. Yəni istənilən cache line-a sən istənilən bloku yerləşdirə bilərdin. Bunun minusu nə idi? Bunun minusu o idi ki, istənilən blok istənilən cache line-da ola biləcəyi üçün artıq sənin memory controller'ın axtarması gərəkəndə ki, bəs bu mənə verilmiş fiziki adresin yerləşdiyi blok cache-də var yoxsa yoxdur, bu yavaş baş verirdi. Yavaş olmaması üçün də bir şeylər eləyəndə biz həmin o cache-in istehsal maliyyəti qalxırdı, nə bilim enerji sərfiyyatı qalxırdı. Yəni buna görə də full associative mapping bizə sərf eləmirdi. Həmçinin bu cache replacement algoritmaları dediyi bütün cache-də olanda artıq hansı cache line silinəcək. Bunu implementasiya eləmək də digərlərindən müqayisədə daha yavaş idi. Ona görə də bu full associative mappingin mənfi cəhəti idi. Direct mappingdə necə idi? Həmin o bir blokun yalnızca bir line-da yerləşdirə bilərsən. Yəni sıfırıncı blok yalnızca sıfırıncı line-da ola bilər. Yəni bir məhdudiyyət var burada. Full associative-də heç bir məhdudiyyət yox idi. Buradakı isə məhdudiyyət odur ki, hər bir blokun bir dənə line adresi var. Sıfırı birinci line-da yerləşdirə bilməzsən sən. Bunun isə dezavantajı nə idi? Bunun da dezavantajı o idi ki, məsələn, cache bir dənə cache line üçün bir neçə dənə blok mücadilə apardı. Yəni bu həm blok 0, həm blok 8, həm blok 16. Bunların hər biri yalnız line 0-da yerləşə biləcəyi üçün, məsələn, line 3 boş olmasına baxmayaraq, yenə blok 0 dirəşəcək yox. Line 0-dakı blok 8-i sil, mən gəlib özümü oraya yerləşdirəcəm. Bunun da mənfi cəhəti buydu. Set associative mapping isə bunlar arasında bir balans saxlayır. Buradakı məntiq nədir? Burada biz hər bir cache-i qruplaşdırırıq. Məsələn, 2-2 qruplaşdıra bilərik, 4-4, 8-8. İndi hər bir texnologiya üçün fərqli-fərqli, yəni optimal dəyəri var bunun. Məsələn, bizim cache-imizdə deyək ki, 2-2 qruplaşdırmışıq və 8 dənə cache line-i qruplaşdıranda bizə verir toplam 4 dənə set var. Set 0, 1, set 2 və set 3. Və hər birinin də binary qarşılığını altda qeyd eləmişəm. Misal üçün, blok 0 yenə də yalnızca bu müəyyən bir setdə yalnız saxlaya bilərsən. Yəni blok 0 yalnızca set 0-ın içərisində ola bilər. Set 1-in içərisində bunu yadda saxlaya bilməzsən. Amma bu set 0-ın içərisində həm line 0-da, həm də ki line 1-də yadda qala bilər bu. Yəni bu həm line 0, həm də line 1-də saxlama məntiqi nəyə oxşuyur? Full associative mappingdə, düz deyilmi? Yəni setin içərisində, hər bir setin içərisində bu blok full associative mapping kimi özünü aparır. Və çöldə isə necə aparır? Çöldə isə odur ki, hər bir blokun yalnızca bir dənə set adresi var. Və buna istifadə edərək də biz artıq hər ikisinin müsbət tərəflərini götürərək bir balans əldə eləmişik. İndi gəlin nümunə üzərindən gedək. Nümunə üzərindən gedəndə bu balansı necə əldə edirik, necə bizə sərf eləyir, bunu artıq biz görə biləcəyik. Misal üçün deyək ki, CPU istək göndərib ki, mən 58-ci bayta ehtiyacım var və 58-ci baytda yerləşir, bu 14-cü blokda yerləşir də. Və sonuncu byte blok sayımızda 4 byte olsa, sonuncu 2 biti biz yenə də həmin o word ID kimi istifadə edəcəyik. Yəni həmin o 4 byte-dan hansı byte istəyir CPU, bunu müəyyən eləmək üçün sonuncu 2 bitdən istifadə edəcəyik. Buna da word ID demişdik. Növbəti 2 biti isə biz set ID olaraq istifadə edəcəyik. Burada əgər bizim 4 dənə setimiz varsa 2 bit kifayət edirdi. Məsələn, 8 dənə bitimiz olsaydı 3 dənə biti set ID olaraq istifadə edəcəyik. Bizdə indi 4 dənə olduğu üçün 2 biti set ID olaraq istifadə edəcəyik və memory controller'da gəlib bu baxacaq set ID-yə. Set ID 1-0-dır. 1-0-da neçəncidir? Set 2 üçün dayanıb da, düz deyilmi? Gələcək axtaracaq ki, bu fiziki, bu da tag ID adlanır, 0-1-1-də tag ID olur. Bu tag ID-ni götürəcək və axtaracaq bu set ID, set 2-nin içərisindəki, bəs bu tag ID-yə uyğun olan bir blok varmı bu set 2-nin içərisində? Yəni bu da nə oldu? Əgər full associative mapping olsaydı götürəcəkdi. Bu 8 dənə cache line yoxdur, hər birinin içərisində bir-bir axtaracaqdı. Amma burada necədir?
Cəmi götürdü bu set 2-nin içərisində 2 dənə cache line yoxdur. 2 dənə cache line-ın içərisində axtardı. Gördünüz bu bunun bir üstünlüyü. Axtarış artıq sürətli oldu və 8 dənə sənin axtarış üçün paralel 8 dənə axtarış olmayacaq. Cəmi 2 dənə paralel axtarış olacaq və ona görə də 2 dənə komponent kifayət eləyir ki, həmin bu fiziki adres cache-də yerləşir yoxsa yox müəyyən eləmək. Yəni maliyyət də aşağı düşür, enerji sərfiyyatı da aşağı düşür. Və bu sonuncu təqaüdünü də dedik ki, biz istifadə edirik hansı blok bu setin 2-nin içərisində yerləşdiyini müəyyən eləmək üçün. Və gəlib yerləşdirəndə də dedik ki, həmçinin bu təqaüd plus set ID də bizə verəcək yenə bloku. Çünki eyni məntiqlə gedir də. Məsəl üçün bu nədir? 011 10. Bunu desimala, onluğa çevirsəz görərsiniz ki, bu 14-ün qarşılığıdır. Və gedəcək həmin o memory controller main memorydən 14-cü bloku götürərək baxacaq. Set ID 1-0-dır və görəcək ki, set 2 üçündür. Yerləşdirəcək set 2-nin içərisinə və əgər set 2-də doluydusa, yəni set 2-dəki birinci line doluydusa, bu ikinci line-a yerləşdirəcəkdir. Növbəti istək göndərdi. Bu dəfə də deyir ki, CPU mənə ver 26-cı baytı. Yenə baxacaq. Set ID-si yenə bunda da 1-0-dır və o da buraya yerləşməlidir. Amma set ID-nin içərisindəki bu doludur. Bunun üçün neyniyəcək? Artıq gəlib dirəşməyəcək, sən silin buradan. Görəcək ki, bu ikinci sətr boşdursa, həmin set ID-nin içərisində boş bir yer varsa, hara boşdursa, götürüb ora yerləşdirəcək öz məlumatını. Və burada da nə? Direct mappingdəki kimi dirəşmə baş vermədi də. Düzdür, direct mapping olsaydı elə dirəşəcəkdi. Yox, sən get buradan, mən öz məlumatım olacaq. Neynədi? Gördü, boş yer var setin içərisində. Yerləşdirdi həmin o boş yerə. Və bu şəkildə də gördünüz, həm full associative-dəki axtarış uzun çəkmədi, yəni maliyyətli olmadı, çətin olmadı, rahat oldu. Həmçində direct mappingdəki kimi də dirəşmədi ki, mən ancaq bir yerdə olmalıyam. Məsələn, bu set sayzını 4-ə qaldırsaq biz, məsələn, hər bir set 4 dənə line-dan ibarət olsa, o zaman nə olacaq? Yenə bir istək gəlsə, görəcək ki, bu ikisi də olur, deyəcək, eybi yox, mən 3-cü cache line-da yerləşdirəcəm. 4-cü gəlsə, deyəcək, eybi yox, mən də 4-cüdə ki, öz məlumatımı saxlayayım. Bu şəkildə də biz həm full associative, həm də ki, direct mappingin hər birinin müsbət tərəflərini götürərək aralarında bir balans əldə eləmiş olduq. İndi biz bunu artırsaq, məsəl üçün set, hər bir set məsələn 16 dənə cache line-dən ibarət olsa və yaxud 32 cache line-dən ibarət olsa, bu da getdikcə artıq şey olacaq da, gərək 32 dənə cache line-ı birdən axtarasan, bu da elə getdikcə full associative mappingə yaxınlaşır. Və yaxud da bunun sayını kiçiltsək, məsəl üçün bir set elə bir dənə cache line-dən ibarət olsa, bu da nə olacaq? Elə bu da olacaq bizim direct mappingdə. Niyə? Çünki hər bir setdə cəmi bir cache line var və set 2-yə düşəndə də gəlib baxacaq ki, o bir dənə yer var, bir yerdə doludur. Neynəcək? Deyəcək ki, həmin bir yer silin, mən öz məlumatımı yazıram. Ona görə də bu mühəndislər bunun arasında bir balans şey eləməyə çalışır. Hər bir məsəl kompüterlərimizə deyəsən ya 4-dür ya 8-dir, dəqiq bilmirəm, yanılada bilərəm. Deyək ki, 8 dənə cache line-dən ibarətdir bir set. Yəni hər bir qurğuda bu fərqli-fərqli ola bilir.